Açdı rekordu. Buna bax, bug oldu. Hə. Mən ümumiyyətlə oyunda gəlmir ki o. Bir dənə Rocket League gəlib ki. Hara getdi? Daha heç bir oyunda görmürəm. Bir də ki CS avtomatik bağlayır. İndi sizdən biri mən keçən bir elədiklərimi təzdən eləyəcək. Amma rekord atmışdım sizə. Atmamışım rekordu. Ayxan eləyəcək. Ayxan dərsin başına axına qədər oradaydı. Baxarsan eləyərsən. Davam edə dərsimizə. Mən də vasitə soruşsam onda. Nədir? Qalıb keçən dəfədən yox qalmır. Yəni inşallah server təzədən yaradaq. Sadiq. Gərək ağır söz deyim ki, ondan sonra otursunlar. Nəysə. Keçən dərsdə olmayanlar üçün bir dənə təzədən izah edir bifi. Bunları sildirəm ikisində. Bunda empty trash. Bir dənə gələ indi nə eləyək? Terminal. Bir dənə böyüdək. Evet. Burada bif var idi. Sudo rm bif. Kare. Bizə directory. Yaxşı. İndi nə eləyə bilərsən? Hə. Clear. Deməli nə edirəm? Bif krallar nə üçündür? Onu sən kimdə də götür. Ver bura. Niyə danışırsan? Niyə danışırsan? Deməli nədir? Bif istifadəçinin istədiyiniz insanın IP adresi vasitəsilə IP adresi vasitəsilə deməyək, yəni ki, özümüzdə bir lokal serverə qaldırırıq və həmin server vasitəsilə istifadəçinin brauzerini müdaxilə etmək üçün istifadə olunur. Aydındır? Deməli, Murad qoşulmayıb hələ də, hə? Nəysə, indi gələk başlayaq görək Bifi necə işlədirik. Gəlirəm, götürəm bunu ilk öncə. Yazıram git clone. Baxın bu link. Elə bilin ki, gəlin baxaq. Bu bizi göndərir GitHub-a. Bu həmin tool'un. Burada özünə məxsus. Yox. Hə, denə. Linux daxili işləyir. Pəncərə moduna keçsən olacaq. Deməli, baxın burada bunun özünə məxsus şeyləri var. Və bir dənə baxaq görə hansı dillər istifadə olunur. JavaScript. Niyə JavaScript? Çünki browser üzərində iş gedir. Browserlərin də tanıdığı bir dənə proqramlaşdırma dili var, o da JavaScript. Sonra Ruby, CSS, Assembly, HTML, ActionScript. Action demək. Heç başa düşmədiniz. Sizinlə yaşırsasınız oyunu. O deyil. ActionScript. Nəsə ActionScript ilkin olaraq Macromedia Inc. tərəfindən hazırlanmış obyekt yönümlü proqramlaşdırma dilidir. O HyperCard üçün skript dili olan HyperTalk-dan təsirlənir. O indi ECMAScript-in tətbiq edir. Baxmayaraq ki, o əvvəlcə HyperTalk-dan təsirlənmiş bir qardaş kimi yaranır. Bu nədir? Bu nə məlumatdır? Nəysə, bu nəsə JavaScript-lə bağlı bir şeydir, ActionScript. Görək bir dənə kod nümunəsi var. JavaScript oxşamır, nəysə. Bu nəsə C-yə də oxşuyur. Biraz Java-ya da oxşuyur. Deyil, bir dənə görüm səs. Mənim yerindədir. Hə.
Gəlin nə edirəm? Buradan yazdım bunu. Nə yazdıq? Gəldik git clone yazdıq və bunu atdıq ki, bura bax. Televizor oradadır. Git clone olundu. Yüklənsin bir dənə. Eləmə, yerlətmə stolu. Bağla onu aşağıdan. Bağla. Biraz qabağa otur bir dənə. Yaxşı. Sən də bağla. Balına bakıyorsun. Bir dənə arxaya sökən baxın. Hə, bağlıdır. Şimdi balına. Bağlı. Hə, sən də bağlıdır. Oynamayın stullarla, bura bax. Bax, şimdi ayaqda durun da hamısı. 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 Lan ben ne demişim? Danışan nedir? Durun. Durun. Niye? Sen ne yapıyorsun? Yaxşı. Bir dənə ayaq namımız oturur. Baxın, sonra burada bif var, uşaqlar. Bura baxın. Artıq danışırsınız. Deməli, bifi işlərindən sonra uşaqlar. Gəlin bunu başlatmaq üçün. ls bif deyirəm, bif dərsinə girmək üçün. ls nədir? CD bif. ls, baxın burada bif olmalıdır. Web bif. Nöqtə flash bif yazıram başlatmaq üçün. Və mənə error atacaq. Problem nədir? Bizdə orada username-dən falan var. Onları dəyişməli. Username-dən password. Ona görə gəlib deyirəm nano. Bizdə nano nə üçün idi? Hər hansı bir text faylının içini dəyişmək üçün. İstifadə olunur. Ümumiyyətlə, burada bir dənə şey var. Biz nano... Instant TXT var. Yox. Bizə config YAML lazımdır. Bax. Ümumiyyətlə, nano nə iş görür? Bax, mən tutaq ki, buraya yazsam. Uşaqlar. Bax, məsələn, burada index.html var. Hardan var? Ayxan. Başım niyə belə verir? Hə, index.html yox, düzdür. Mən gəlib əgər bu qovluğun içində nano index.html desən, bu özü gedib orada index.html fayl yaradacaq və həmin faylın içində hər hansı bir yazı yazmasını yaradacaq məndə. Yox, əgər varsa, o gələcək həmin faylı oxuyacaq. Config.yaml YAML məsələn var, düzdür? Bax, buradadır. Gəldim, enter vurdum, bax, faylın içini dəyişə bilirəm. Gəldim, buradan deyirəm ki, burada type username bu olsun, parolumuz da bu olsun. İndi, mən bunu save eləmək üçün nə eləməliyəm? Ctrl-Z, Ctrl-X, Y, enter. İndi gəlin bir dənə faylın içini oxuyaq, görək yazılı. Yox, baxırsan. Ctrl-C'ni vurdum, əlimi çəkdi. Ctrl-X. X, Y. X sonra Y. X sonra Y. Y yox, enteri vurursan ki, təsdiqlənsin. Yes var orada, yes no var. Bax, save olunub. Ctrl-C, Ctrl-X. Niyə? Çünki fayda dəyişik eləmədim. Ona görə istəmədim. Gəldim, nə edirəm? İstəmək üçün gəlib deyəcəm. ./bif. Qəşəng. Problemimiz? Yaxşı. Bundle install desək, yükləyəcək. Həmisi yüklənsin. Error atacaq. Axı heç kim yüklənən deyil məncə. Biz nəyə görə? Çünki əvvəldən suda yazmalıyıq. Bir de yok. Ay, sağ ol. Çünki əvvəldən... Yok. Niyə? Sulosuz? Yok. Yüklende sonra ne yaptın? ./bif. Ha. Hə, yaxşı yoxdur. Sudo, bundle install. Bax, sudo yazmadıq deyər. Ona görə. Tamam. Hani dediği gibi root olarak. Hə, deyir ki, root olaraq işləmir. Amma ki, root olanda işlənir. Necə olur bilmirəm. Sözün bitdiyi yer. Nasıl başa düşsən təəccüblənərdim. ./bif. Aha, işlədi mı? Error versə işlədi. ./bif ilə uşaqlar bunu qaldırırıq ayağa. Və gəlib baxıram, burada nə var?
Burada bir dənə hook URL var. Bir dənə UI URL var. Hook. Deməli, mən hal-hazırda baxmaq istəyirəm ki, bu hook içərisində nə var? Ctrl Shift D. Bəli, eyni şeydir ikisi də. Biri sadəcə lokalda qalxır. Bax. Bu mənim öz IP adresimdir. Sadəcə mənim öz IP adresimdən daxildir. Amma ki, yox. Siz bu dəqiqə əgər buna girsəz, yəni ki, bu otaqda olanlar da bu linkə. Onda sizdə də görəcək. Gedin baxaq. Hə. Arxa tərəfdə bu işdir. Riftdə. Yəni, bu da nədir? Bir dənə framework var JavaScript-in. Adlanır jQuery. Çox iyrənc bir dənə sintaksi var. Çox məşhur idi React çıxana qədər. Amma ondan istifadə edirdi. Nə yazır? Nə yazır? jQuery. Fast, small and feature-rich JavaScript library. Framework deyil ki, library. Saytından elə oxşayır ki, köynədir. Və sintaksi belədir. Niyə də? Niyə JavaScript alırlar? Ondan istifadə edeyim, bilmirəm. Bayaq neydən danışırıq biz? Mövzu ümumiyyətlə nədəndir bilsən? Mövzu nədən gedir? Nə hək eləmək? Mövzu nədən gedir? Hək eləmək nədir? Yox. Mövzu nədən gedir hal-hazırda? Hə, indi. Elə bu dəqiqə, bu saniyə. Minecraft biftek. Hocam, domuz eti yesəm haram mıdır? Şeydən soruşurlar, Nihatdan soruşurlar, Nihat Atif oldu. Hə, nəydən söhbət gedirsən? Niyə bilmirsən? Nəysə, qoyun bilməsin. İndi, bax, burada bir dənə UI paneli var bunun. Ctrl-Shift kopyaladın. Gəl baxıram bura. Hə, UI paneli formada gəlir. Bizdən username password istəyir. Yazdıqlarımız. Ruhitənet 1-2-3. Bax, gəldi bura. Hal-hazırda mən əgər bu IP ilə olan, bu IP ilə olan hər hansısa bir, bu IP ilə olan hər hansısa bir sayt açsam, bizdə indekslə işləmək var. Açsam, şey olacaq. Həmin saytda hansı hərəkətlər olacaq, mən buradan tuta biləcəm. Çünki eyni network üzərindən olan bir hərəkətlərdir. Yox. Bir dənə sən counter aç. Görək bir dənə iPhone-da görünürmü o, yoxsa yox? Browser aç. Browser. Hənəsə Google aç. Yaz orada 127.0.0.1 yazdın. İndi 2 nöqtə. Sən yox. 2 dəfə. Yaxşı qulaq as. 2 dəfə. 2 dənə. Hələ yox. Prost sayt axtarırlar. Nə varsa? Sayt axtarırlar prost. Baxın. Baxın. Sən kimdə deyil? 2.3 mi? 2.3 mi? Bir dənə slash UI bir dənə slash panel. Aha, sən də görsənmir. Hansı faydası? Hə, jetə qoşul. Ne çıxma? Hər iki yolu çıxmır. İngiliz. Mağara girəndə yansız. Nə oldu? Düz yazmışsan 100%. 27 Görəm. Oxuya biləm. Slashlar düz qoymuşsan, yaxşı. Yaxşı ola bir dənə bu ilə yoxla. Bir dəqiqə, hanı o? Deyək bu ilə. O 127-lərin əvəzinə elə ki bunları yaz da. 10, 0, 2, 15.
107.001. Ay sol. Ev 2 nöqtədən bu yana da sol tərəfə. Onları sil. Dən bunu yoxla. Olsun arkadaş. Əslində hə. Öyle onu bize niye göstersin? Bu ola bilər işləməsin indi. HTML qaldıranda ola bilər işləsin. Kaldı. HTML server. Qaldıracam gözlə. Qaldır. Baxın da. Hə. Hələ ki bura qədər aydındır hamıya hər şey. İndi biz Apache server yaradacağıq. Ona görə Apache server qaldırmalıyıq. Apache. Eləmə, onun başını oynama. Hə. Eləmə. İşləyirik. Bura baxın. İşləndi. Böyle bir şey bir şey demek. O keçən il işləmişdi. Keçən il işləmişdi. Nə edirəm? Bax, bizdə burada. Gəlin buradan. Bir dənə ls yazaq görək burada nə var. Hə. Biz indi bundan sonra çıxmalıyıq. İstədi nöqtə. Homa qayıtdı. Homa qayıtmalı deyil axı. Hə, bizə bax bu lazımdır. Biz buradan daxil oluruq vara. Sonra daxil oluruq. Burada bir dənə www olmalıdır. İstədi www. ls. Burada baxın HTML var. İstədi HTML. ls. HTML-in içində 2 tane faylımız var. İndi mən buradan index HTML-in statisiyası siləcəm. rf index HTML. Permission denied. Yaxşı. Otur. ls. Aha, bu getdi. İndi sudo rf style css. ls. Bunun iki boş qaldı. Çünki biz birazdan orada özümüz HTML yaradıb içində kod yazacağıq. Fayl yaratmaq üçün nə yazmalıyam? Namı. Ay. Yoksa diye. Bana şey değiştirmek için değil. Yoxsa yaradır özü. Pasport değiştirmek için. Abi pasportu biz Pasport. Failin içini oxumaq üçün, pasport dəyişdirmək üçün deyil. Bax, özü yaratdı, indi hal-hazırda bunun içindəyik. Tamam. İndi bir dənə gəlin HTML səhifəsi yığaq. Visual Studio Code. Mükemmel. Kötü nasıl böyle bir story? Burada hansı qol olub? Ay, sağ ol. İndəksdə işte. Orada yazmaq zülüm deyə, çünki notepaddə o. Bir-bir yazmalısın hamısını. Alt save as. Div. İçində bir dənə h1. İçində bir dənə logo. Avrolsun 5. Home. Contact. Info. Sonra about. Yalnızın galeri. Gəlin nə edirəm? Bunu atdım bura. Səsini elə burada yazacağım. Bunun içində. Kimə? Align item center. Justify content. Space between. Background color black. Color white. A tekində color white. Text decoration. Padding ara verirəm. Padding 15 piksel. İndi gəl baxsaq görsək. Bəli. İndi baxsaq görsənir. Formada bir şey alındı. İndi sən belə eləyək. Bir dənə buradan sıfırlama kodlarını yazaq. İndi tam özü olacaq. İndi qalsın belə. Hətta bir dənə font family-də dəyişək. Courier var burada. Bu qəşəng. Bir dəqiqə, inşa oldu. O nedense monofilsin alır. Ya Kore'ye gidiyor. Yanlış deyil. Segui UI. Qalsın. İndi nə edəcəm? Bunları kopyalayıram hamısını. Kopyaladım. VS Code'u bağlayıram. Ehtiyac yoxdur artıq. Gəlin nə edirəm? Bax. Burada bizim terminalımız var. Sırf HTML. Ctrl Shift V.
Ctrl Shift V. Ctrl V. Bir dəqiqə. Niyə işləmir? Ben bu mouse'u şu tercih Aa. Yaxşıca belə eləyək. Evet. Aha. Bir daha təzədən. Nano. Indeksdə işləmi. Ata bilmirəm. Directory is not writable. Aşağıya heç oxumuruq. Neyse. Siz nəyə görədir? Baxın. Sudo nano. İndeksdə işləmi. Bunu çok benzer. Yox. Soğudur. Oradan söndürəlim. Ya belə eləyək. Oyda, en Yox. Ver o. Atılmıraq, atılsa atılar. Yazılır. Nə yazır? Aa, neylədim mən? Kabul. Oh. Haydi bağladım oranı. Failin içine girin, oradaki yazıları kopyalayın atmanın içine. Failin özünde göre. Mən deyirəm terminalda indiyək də. Nə deyirsən? Bu şmal okuyabilir de. Nədir ki o? Bunu iyice bakabilir. Sən niyə sonra? Onu yükürsən hətta. Söndür onu. Kompüter söndür ümumiyyətlə. Yükləmə dayandı. Yükləmə dayandı qardaş. Dayandım. Dayandın? İndeks işləmə save nədir? Sen? Sudo. Biz yazdık. Arayım. Nefis olmaz. Sana diyorsun. Düzeyim bir dənə pultu gətirim. Evet. Sudo, array, indeksdə işləmə save. Hadi. Hayır. Yaxşı yox. Ben orada şey. Yox, yaxşı. Ha, o açılıyor. Yox, yaxşıyam. Danışarıq. Pis. Pis. Yaxşı. Özümüz yerə yaradaq orada. Ben temalar. Yaratmayaq, bunu götürək ataq ora. Ben de Aydınlandı mı birdən? Vay Allah, vay Allah. Bir dəqiqə, biz oraya necə getmişdik? Ay Allah. Kimdir bu? Murat. Murat, salam Murat. Hardasan? Yatıb qalmısan 100%. Başa düşdüm. Ayda buna bax. Yaratmaq olmur. Gəl belə eləyək. Orada bir terminal sorunu. O da terminal diyorum. Bir dəqiqə. Yox, bura deyil. Ben değişim ortalarda cemizler. Ben normal kalmışım da. Adam kim danışır? Bu da burada. Nəyə adam kim danışırsan? Elə danışıq olur. Bu da burada bir böyle. Sən sənin kimi danışım sənlə. Hə? Heç nə demirsən, elə bilirlər ki, həmişə belə olur. www işləmi. Open terminal here. Yaxşı. ls, nano, index işləmi. Directory is not writable. Yaxşı. İçindeki yazını bir şöyle baktım onun içine. Yazı kimi. Qardaşım. Michael. Ay qaqaş. Bura bax bir dənə. Necə atım bura? Ahırda şey var. Gör sevdi ya. Başa düşmədim. Ahırda şey var. Bax. Page selection. Ya yok. Var mı? Nəyə basın? Cut buffer is empty. Ayda, mən yarım saatdır bunu. Mən nə junior adam. Mən nə junior adam amma. Mən nə junior adam amma. Hiç sağ kopyalamışam. Sərdən yapışdırmağa çalışıram. Ne diye koyalım? Evet. Durun şu anda. Durun. Aşağı. Ben bir de gelsin. Bir de Evet, indeks işləmək. Bir dənə fark etmək.